Salam. Zehin Pod'un bu bölümünde senin için Eliot ve Joshua Aronson'un Sosyal Heyvan kitabının derinliklerine başvururuq. Məqsədimiz nədir? Çalışacağıq anlayaq ki, insanın sosial davranışı niyə bəzən bu qədər, necə deyim, təəccüblü görünür, hətta məntiqsiz. Bəli, salam. Aristotel bizi sosial heyvan adlandırıb, amma bu kitab göstərir ki, məsələ sadəcə başqaları ilə bir yerdə yaşamaq deyil. Elədir, elədir. Sanki davranışlarımızı idarə edən gizli qüvvələr var, elə deyilmi? Tamamilə. Və bu kitab əslində məhz o gizli qüvvələri, yəni sosial təsirləri, bizim o daxili ziddiyyətlərimizi, qərar vermə mexanizmlərimizi işıqlandırır. Gündəlik həyatda niyə belə davranırıq, onu anlamaq üçün açığı çox dəyərli bir mənbədir. Gəl onda elə başlayaq o məşhur iddiadan ki, insanlar heç də həmişə məntiqli qərarlar vermir. Kitabda deyəsən Benjamin Franklin'in o siyahı tutma metodu var idi. Hə, var. Amma kitab deyir ki, bu idealdır, reallıq başqadır. Necə yəni? Yəni, biz nadir hallarda tam, obyektiv məlumata sahib oluruq axı. Çox vaxt məlumat ya yarımçıqdır, ya da belə deyək, qərəzli. Üstəlik, kitab vurğulayır ki, yaddaşımız da çox etibarlı deyil. Biz keçmişi indiki inanclarımıza, özümüz haqqındakı təsəvvürümüzə uyğunlaşdırıb sanki redaktə edirik. Hə, maraqlıdır. İnandığımız şeyləri təsdiqləyən xatirələri daha asan xatırlayırıq eləmi? Bəli, dəqiq elədir. Bu, təsdiq qərəzi deyilən bir şeydir. Bir də o prioritet effekti var idi. Bu nə idi? İlk eşitdiyimiz şey daha çox təsir edir. Aha, tam olaraq. Deyək ki, bir insan haqqında sənə ilk olaraq deyirlər ki, ağıllıdır, çalışqandır. Yaxşı. Sonra da əlavə edirlər ki, amma biraz da qısqancdır, inatkardır. O ilk müsbət məlumatlar, ağıllı, çalışqan, sonraki mənfi məlumatlardan daha güclü təsir bağışlayır. Aydındır. İlk təəssüratın yaratdığı çərçivə kimi bir şey. Bəli. Və bu qeyri-rasionallığın ən maraqlı tərəflərindən biri də kitabın çox geniş yer verdiyi bilişsel dissonans anlayışıdır. Bilişsel dissonans. Bu nə deməkdir? Bu, əslində bizim iki əsas daxili motivasiyamızın, yəni iki istəyimizin toqquşmasıdır. Birincisi, haqlı olmaq arzusu, ikincisi isə haqlı olduğumuza inanmaq arzusu. Haqlı olmaq və haqlı olduğuna inanmaq. Bunlar fərqli şeylərdir. Hə, çox vaxt fərqli olur və çox vaxt o ikinci, haqlı olduğumuza inanmaq istəyi daha güclü çıxır. Deməli, kitab əslində deyir ki, biz rasional qərarlar verməkdənsə, daha çox artıq verdiyimiz qərarları və ya etdiyimiz davranışları özümüz üçün, necə deyim, rasionallaşdırmağa çalışırıq. Yəni, özümüzü haqlı çıxarmağa. Tamamilə. Bir növ, bəli, özümüzü aldadırıq. Məşhur siqaret çəkmə nümunəsi var kitabda. Bilirsən ki, siqaret zərərdir, bu bir inancıdır, amma yenə də çəkirsən. Bu da ziddiyyətli davranış. Hə, bu narahatlıq yaradır yəqin ki. Əlbəttə, bu narahatlıq hissidir, dissonans. Və bunu azaltmaq üçün iki əsas yol var. Ya davranışı dəyişirsən, yəni siqareti atırsan, Ya da inancı təhrif edirsən. Başlayırsan düşünməyə ki, əşi, o qədər də zərərli deyil. Ya da mənim babam da çəkirdi, 90 il yaşadı. Anladım. Öz hərəkətimizə uyğunlaşdırmaq üçün inancımızı dəyişirik. Düzdür. Kitabın əsas argumentlərindən biri budur. Biz rasional varlıqlar olmaqdan çox, əslində rasionallaşdıran varlıqlarıq. Özümüzü haqlı çıxarmaq üçün çox vaxt qeyri-məntiqi davranırıq. Və qərarın geri dönməzliyi də bu dissonansı artırır. Məsələn, avtomobil satıcılarının o gəl-gəl taktikası var ya, Necə yəni? səni əvvəlcə çox aşağı bir qiymətlə cəlb edirlər. Sən artıq hə deyirsən, sənədlərə hazırlayırsan, özünü o maşının sahibi kimi görürsən, sonra birdən satıcı gəlir ki, bağışlayın, səhv olmuşam, qiymət əslində budur, daha yüksək bir qiymət deyir. Və insanlar çox vaxt razılaşır. Çox vaxt, bəli. Çünki artıq qərar veriblər, öhdəlik götürüblər, o qərardan geri dönmək daha böyük dissonans yaradacaq. Bu, artıq psixoloji bir tələdir. Ayağı qapı arasına qoymaq prinsipi də deyəsən buna bənzəyir. Hə, o da oxşar mexanizmdir. Kiçik bir xahişi qəbul edən adam, məsələn, deyirsən ki, bu petisiyanı imzalayın, sonra daha böyük bir xahişi, məsələn, gəlin həyətinizə böyük, biraz da çirkin bir təşviqat lövhəsi qoyaq, qəbul etməyə daha meyilli olur. Çünki artıq özünü o məsələyə hə demiş kimi görür.
Deməli, təkcə daxili dünyamız o dissonans falan deyil, ətrafımızdakı insanlar situasiyada bizə çox güclü təsir edir. Kitabda Bukalimon effekti deyilən bir şey var idi, səhv etmirəmsə. Bu nədir? Var. Bu bizim fərqində olmadan, yəni şuursuz şəkildə qarşımızdakı insanın jestlərini, mimikalarını, hətta danışıq tərzini təqlid etməyimizdir. Niyə edirik bunu? Bu insanlar arasında bir yaxınlıq, simpatiya, bağlılıq hissi yaradır. Elə bil ki, qarşındakına mən sənin kimiyəm mesajı ötürürsən. Amma situasiyanın gücü bundan da dərinə gedir. O, Princeton İlahiyyat Fakültəsi tələbələri ilə aparılan yaxşı Samaritiyalı təcrübəsi var. Hə, eşitmişəm o təcrübə haqqında, çox məşhurdur. Köməyə ehtiyacı olan bir adama rast gəlməzdən əvvəl tələbələrin bəzilərinə deyirlər ki, tələsirlər, gecikirlər. Bəli, və nəticə çox çarpıcıdır. Tələsən tələbələr hətta bir neçə dəqiqə əvvəlməz xeyirxahlıq, yardımlaşma mövzusunda bir çıxışa gedir olsalar belə, yerdə inləyən köməyə ehtiyacı olan adama kömək etmədən yanından ötüb keçirlər. Ciddi, yəni o dəyərlər, o dindarlıq falan heç bir rol oynamır. O an üçün situasiya, yəni vaxt azlığı, tələsmək onların şəxsi dəyərlərindən daha güclü çıxır. Bu, onu göstərir ki, bizim davranışımızı çox vaxt düşündüyümüzdən daha çox situasiya müəyyən edir. Şəxsiyyət xüsusiyyətlərimizdən daha çox. Doğrudan da təəccüblüdür. Dəyərlərimizin situasiya qarşısında necə bu qədər zəif ola bilməsi. Hətta ətraf mühitin təmizliyi kimi, ilk baxışda xırda görünən detallar belə davranışlarımıza təsir edir. Məsələn, hamı bilir ki, təmiz bir küçədə, parkda insanlar daha az zibil atır. Bəli, bu məntiqlidir. Amma ən maraqlısı odur ki, təcrübələr göstərir ki, yerə təkcə bir zibil kağızı atılanda, insanlar tamamilə təmiz mühitə nisbətən daha da az zibil atırlar. Bu necə olur? Məntiqli deyil axı. Çünki o tək kağız əslində bir normanı, yəni bura zibil atmaq olmaz, əksəriyyət qaydaya əməl edir normasını, daha güclü şəkildə beynə xatırladır. Tam təmizlikdə isə bu norma o qədər də qabarıq olmaya da bilər. Çox incə məqamdır. Deməli, situasiya bizi tək başına olduğumuzdan fərqli davranmağa sövq edirsə, bəs qruplar halında necə oluruq? Biz və onlar məsələsi, kitab, qərəz mövzusuna necə yanaşır? Bu qaçılmaz bir şeydirmi bizim üçün? Kitab deyir ki, insanları biz və onlar deyə qruplaşdırmaq bizim təbiətimizdə var əslində. Öz qrupumuza iç qrup deyilir buna qarşı bir simpatiya, müsbət münasibət bəsləməyə. Kənar qrupa, dış qrupa isə ən yaxşı halda neytral, amma çox vaxt təəssüf ki, negativ və ya şübhəli yanaşmağa meyilliyik. Niyə belədir? Ehtimal ki, bu bizim o qədim sağ qalma instinktlərimizin bir qalığıdır, yadlardan ehtiyatlanmaq kimi. Amma vacib məqam odur ki, bu qaçılmaz deyil. Yəni, bunu dəyişmək mümkündür. Bəs necə azaltmaq olar bu qərəzi? Yolları varmı? Var, əlbəttə. Müzəffər Şerifin o klassik quldur mağarası təcrübəsi var. Orada əvvəlcə bir-birini heç tanımayan oğlan uşaqlarını iki qrupa bölüb, aralarında yarışmalar keçirirlər və qısa müddətdə qruplar arasında ciddi bir düşmənçilik yaranır. Amma sonra tədqiqatçılar elə bir situasiya yaradırlar ki, hər iki qrup ortaq bir problemi həll etmək üçün birlikdə çalışmalı olur. Məsələn, düşərgənin su təchizatı xarab olur və onu ancaq birlikdə düzəldə bilərlər. Və nə baş verir? Baş verir o ki, bu ortaq məqsəd uğrunda birgə çalışdıqca qruplar arasındakı o sədlər aradan qalxır, düşmənçilik azalır, hətta dostluq yaranır. Bu göstərir ki, ortaq hədəflər bir-birindən qarşılıqlı asıllıq qərəzi azaltmağın çox güclü yoludur. Deməli, rəqabət qərəzi artırır, əməkdaşlıq azaldır. Bəli. Elə Aronsonun özünün təklif etdiyi Yapboz sinfi Jigsaw Classroom metodu da məhz bu prinsipə əsaslanır. Uşaqları kiçik qarışıq qruplara bölürlər, hər uşaq bir mövzunun yalnız bir hissəsini öyrənir və sonra onu qrupdakı digər yoldaşlarına öyrətməlidir. Yəni, bir-birlərindən asılı olurlar. Nəticədə nə olur? Qərəz azalır, empatiya hissi güclənir, uşaqların həm özlərinə, həm də başqalarına hörməti artır. Çünki görürlər ki, hər kəsin verəcəyi bir töhfə var. Çox maraqlı və praktik bir yanaşmadır. Qrup dinamikası, qərəz məsələlərini aydınlaşdırdıq. Bəs daha fərdi səviyyədə, kitab kimlərdən xoşumuz gəldiyi barədə nə deyir? Bunun da sosial təsirlər əlaqəsi var yəqin ki. Əlbəttə, var. Ən bəsit amma çox güclü bir prinsip var. Bizdən xoşu gələnlərdən bizim də xoşumuz gəlir. Bu qədər sadə. Əsasən, hə.
Xüsusilə də özümüzü biraz əminsiz, qeyri-müəyyən hiss etdiyimiz anlarda bu effekt daha qabarıq olur. Bir təcrübə var idi, Wolster və Hatfield tərəfindən aparılan, orada bəzi qadınların özünə hörmətini müvəqqəti olaraq aşağı salırlar, süni şəkildə. Necə? Məsələn, saxta bir test nəticəsi ilə. Sonra bir kişi, əslində təcrübənin bir parçasıdır. Onlara yaxınlaşıb kompliment edir, diqqət göstərir. Nəticədə məlum olur ki, özünə hörməti müvəqqəti azaldılmış qadınlar həmin kişidən özünə güvənən kontrol qrupundakı qadınlara nisbətən daha çox xoşlanırlar. Deməli, başqasının bizə müsbət münasibəti, xüsusən də ehtiyac duyduğumuz anda, bizim də ona qarşı münasibətimizi müsbətə doğru dəyişir. Bəli, yəni başqasının bizə münasibəti bizim özümüzə münasibətimizə təsir edir və əksinə, bu qarşılıqlı bir prosesdir. Gördüyün kimi, Sosial Heyvan kitabı göstərir ki, çox vaxt heç fərqində olmadığımız şuursuz təsirlər, situasiyanın təzyiqi, o daxili ziddiyyətləri birtəhər həll etmə cəhdlərimiz bizi idarə edir. Düzdür. Bu mexanizmləri başa düşmək həm özümüzü, həm də ətrafımızdakı insanları daha yaxşı anlamaq üçün çox vacibdir məncə. Bəlkə də növbəti dəfə bir fikirdə çox qətiyyətlə dayandığında ya da kiminləsə kəskin şəkildə razılaşmadığında, sən də özünə bu sualı verəsən. Mənim bu mövqeyimin arxasında dayanan əsl səbəb nədir? Yalnız soyuq məntiq və faktlar, yoxsa bəlkə də o daxili narahatlığımı, o bilişsel dissonans dediyimiz şeyi azaltmaq cəhdimdir. Həqiqətən üzərində düşünməyə dəyər bir sualdır. Tamamilə razıyam. Özümüzü müşahidə etmək çox şeyi dəyişə bilər. Beləliklə bugünlük bu qədər. Ümid edirik ki, sosial heyvan ətrafında apardığımız bu söhbət sənin üçün də maraqlı və faydalı oldu. Bizi dinlədiyiniz üçün təşəkkür edirik. Zəhmət olmasa kanala abunə olmağı və bu bölümü bəyənməyi unutmayın. Gələn görüşlərədək.